Sabahınız xeyirli olsun, hörmətli izləyicilər. Mart ayının 31-də Culfa şəhərindən sizləri salamlayıram. Beş mərtəbə deyilən binaların yanındayım. Bibimgilin binası deyildik buna. Binanın biri təmir olunub, üzlənib. Digəri köhnə vəziyyətindədir. Culfada cəmi 2-5 mərtəbə var idi. Bəlkə indi bir neçəsini tikiblər. İcra nümayəndəliyi də bu binaların yaxınlığında. Culfa rayon icra hakimiyyəti. 1, 2, 3 mərtəbəli binada budur. Culfa qədim şəhərdir, düzəngah bir yerdə yerləşir. Bu yol Tamojniyə gedir. Cənubi Azərbaycan körpüsü qarşıdadır. Həmişə Culfa adı gələndə Məhəmməd Səid Ordubadinin Dumanlı Təbriz əsəri, romanı yadıma düşür. Şimali Azərbaycandan cənuba gedən, orada olan hadisələrdən söhbət eləyən adam yadıma düşür. Səttarxan, Bağırxan. Oxumayan varsa o əsəri oxusun. Qılınc və Qələm və Dumanlı Təbriz. Məhəmməd Səid Ordubadinin möhtəşəm romanlarıdır. Ən çox tarixi roman da yazan el Məhəmməd Səid Ordubadi olub. Əvvəlcətdə belə bir məsəl gəzərdi ki, Culfa şəhər olub, şəhərlərə qoşulsa, səndən də adam olacaq. Artıq şəhər olub. Bir dənə Abad küçəsi var, digərləri də pis deyil, Tamojni yolu yaxşıdır. Strateji cəhətdən yaxşı yerdə yerləşir. İstəyirsən Bakıya getməyə, Tamojnunu keş get. Bir dənə də Tamojni Ordubad tərəfdən aşsaydılar, daha yaxşı olardı. Culfa şəhəri Azərbaycanın həm ən isti, həm də ən soyuq yeridir. Yayda möhkəm şiddətli külək əsir. Külək olmasa burada istidən dayanmaq olmaz. Elə ditdililər, kamarlar adamı yer, məhv eləyər. Bu böyük bina nədir? Xəstəxanadır, yoxsa başqa məqsəd üçün tikilib, gedib ön tərəfinə baxaq görək nədir? Küçələrdəki dekorativ ağaçlar fərqli saçları kəsilib. Tərsinə piramida formasındadır. Nə vaxtsa 15 yaşında olanda Culfaya gəlmişəm. Küçələr tanış gəlir. Buradan o tərəfə getmişdik. Günlər həm Qızımgilə tərəf Qaradok var idi. Hərbi Qaradok. Orada fin evləri vardı. Bilmirəm, hamısı qalır, yoxsa sökülüb. Bir neçəsi olduğundan xəbərim var. Bu yerdə deyilsə, mənə tanış gəlir. Bir qohumumuz var Yaycı kəndindən, Hafiz Mütəllimov. Onların evi bu tərəfdə olmalıydı. Bir dəfə toya gəlmişdik. Çox qalırdı hələ toyun başlamasına. Bir yerdə gəlib çay içdik. Bilirəm ki, evin yanında bir qarağaş var idi. O qarağaş daha böyük idi. Bir izləyicimiz var, Can Azərbaycan adı ilə yorumlar yazır. Culfa şəhərinin başlığı ilə video görən kimi mütləq baxıb yorum yazmalıdır. Bilirəm ki, tam vətənpərvərdir. Bir də ki, bizim kanalımızın izləyicilərinin hamısı vətənpərvərdir. Vətənpərvər olmayan insanlar bizim videolara baxa bilməz. Bu bina xəstəxanadır, ancaq ön tərəfinə gedib
Təyinatını öyrənim. Xəstəxana biraz da deyəsən qarşıdadır. Əvvəl bir univermaq var idi. Sonra onu deyəsən Şadlıq sarayına çevirdilər. Bir-iki dəfə toyda olmuşuq. Bir dənəsi Vağzal tərəfdədir Şadlıq sarayı, biri burada. Elə də təmtəraqlı deyil. Cəmaət əgər toy eləmək istəyirsə, ərzağını alıb, yeməyi pişirib, yer pulu verib toy eləyə bilər. Saat cəhətdən sərfəlidir. Ancaq musiqi dinləmək üçün sərfəli deyil. Təyinatı Şadlıq sarayı deyil, alçaqdır. Dinamiklərə də 15-20 desibel səs verirlər. Adamın qulaqları partlayır. Bir tikə yeyirsən, burnundan gəlir. Bina deyəsən yaşayış binasıdır. O bir tərəfdən baxanda idarəyə oxşuyur, bu tərəfdən baxanda yaşayış binasına. Ola bilsin ki, Sovet hökuməti vaxtında müəssisələr vardı. Onlar mənzillər tikdirirlər, öz işçilərinə verirlər, onlardan ola bilər. Nə iri bir tut ağacı, burada da hələ yarpaqların yeni sarıblar, tut deyilmiş, gövdəsi tuta bənzəyir. Qarağaçdır. Yoxsa tutdu. Yalancı meyvələri var. Qarşıdakı qırmızı dam örtülü xəstəxana ola bilər. Bazarın yanındaydı. Nəqliyyatından hərəkət eləmək üçün əlverişli yollar var. Əsas yol, ara yollar. Həm də çox düzən şəhərdir. Tək-tək yağış damcıları düşür. Zulfa şəhərinə yağışlı, qardır, çox uğramazlar. Elə yerdə yerləşib ki, hava cəryanı bir kanalla dağ tərəfə gedir. Möhkəm külək yağış buludlarını aparır dağa. Biraz əl gəzdirilsə, möhtəşəm şəhər olar Zulfa. Şəhərin ortasında peyvast armud. Bir nəfər soydaşımızdan soruşdum, böyük bina yaşayış binasıymış. İstirahət parkıdır bura. Skameykalar var. Görmədiyimiz hücrələr. Şüşədəndir yoxsa salafandan yaxınlaşıb taqqıldadıb öyrənərik. Salafanmış. Bəlkə də kustar üsulla yığıblar. Çox da pis ideya deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 tağı var. Sferanın fərqli forması. İçində adam dik gəzə bilər. Masa ətrafında 4 stol, gül. Üçüncü hücrə, dördüncü, beşinci, bu tərəfdə də var 6. Deyərsən elə bunlardır.
Qapılar qıfıllıdır, yoxsa başımı uzadıb fikir verərdim görüm. İçəri havalıdır, yoxsa yox. Ola bilsin ki, yağınlıq havalar üçündür. Yayda Zulfan istisində, Salfan içində oturarsan 112-yə zəng eləyərlər. Bir dənə də fontan. Suyu yoxdur, bu il heç olmayacaq. Su çox qıtdığında dayımızda deyəsən burada həyət bacanı sulayır. Ləndim, dolandım, yenə başlanğıc nöqtəsinə gedirəm. Bugün Culfa şəhərində yas yerində üzümüz düşüb, bir qızım rəhmətə gedib, Allah rəhmət eləsin. Sağ olun, hörmətli izləyicilər, növbəti videolarda görüşərik, salamat qalın.